Salam əziz Kamran Mustafayev izləyiciləri. Bugün sizlərlə Azərbaycanda sahibkarların etmiş olduğu ən böyük səhv özləri olmadan iş getmir anlayışıdır. Yəni bildiyiniz kimi Azərbaycanda bir çox sahibkarlar işin mərkəzində özünün olmağını istəyirlər. Özləri olmasa işin getmədiyini fikirləşirlər və sistemə getmirlər. Hər bir şeyi özləri görüb işçilərə səlahiyyət vermək istəmirlər. Yəni bu təbii ki, mövcud vəziyyətdə, hal-hazırda elmi texniki tərəqqinin inkişaf etdiyi bu dövrdə, bizneslərin inkişafı dövründə, süni intellektin, texnologiyanın yüksək səviyyədə inkişaf etdiyi bu dövrdə bu doğru bir anlayış deyil. Əgər şirkətlər bu anlayışa gedirsə, müəyyən bir müddət sonra iflasa gətirib çıxara bilərlər öz şirkətlərini. Məsələn, buna real case üzərindən baxsaq, Kodak şirkətini misal olaraq göstərə bilərəm. Kodak şirkəti bildiyiniz kimi digital kameranı istehsal edən bir şirkət idi. Şirkət sistemləşməyə getmədi, şirkət inkişafa getmədi və axırda nə oldu? Şirkət iflas etdi. Amma bunun müsbət tərəfdən baxsaq, McDonald's şirkətini deyə bilərəm ki, onlar sistemləşməyə gediblər, yeniliyə gediblər və hal-hazırda McDonald's-un yaradıcıları özü olmasa belə, sahibkarları özü olmasa belə işləyiş gedir, biznes inkişaf eləyir. Yəni, əziz sahibkarlar, buradan sizə demək istəyirəm ki, hər bir şeyi özünüz etməlisiniz deyə bir anlayış yoxdur. Sistemləşməyə gedin, inkişafa gedin ki, sizlər də böyüməyə doğru gedəsiniz, rəqiblərinizi düzgün analiz eləyəsiniz və bazar araşdırmasını düzgün analiz eləyib, düzgün nəticələr əldə eləyəsiniz. Bu qədər.